Əssəlamu aleykum. Əziz müsəlmanlar, əgər Allahın elçisi sallallahu aleyhi və səlləmin hədisləri bizə gəlib çatmasaydı, bugün biz bir çox İslam əhkamlarından qafil qalardıq. Hətta namazlarımızı belə düzgün qala bilməz, oruclarımızı düzgün tuta bilməz, həcci ümrəni düzgün edə bilməz, hətta zəkatı belə düzgün çıxara bilməzdik. Çünki bütün bu əməllərin təfsilatı, ətraflı izahı Peyğəmbərimizin hədislərində gəlmişdir. Ona görə də Allahın rəhmətindəndir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədisləri, sünnəsi bizə gəlib çatmışdır. Abdullah ibn Məsud radiyallahu anhunun oğlu Abdurrahmandan rəvayət olunur ki, Allahın elçisi sallallahu aleyhi və səlləm buyurdu: "Naddarallahu imri'an sami'a maqalati faba'aha və hafizaha və bellaghaha." Allah Taala o kimsəni nurlandırsın ki, o mənim bir hədisimi eşitdikdə onu gözəl şəkildə anlayar, əzbərləyər və başqalarına çatdırar. Farubba hamil fiqhin ilə mən huwa afqah min. Ola bilsin ki, bir elmi başqasına çatdırsın, o sonradan eşidən kimsə ondan daha yaxşı başa düşsün. Hədisi İmam Tirmizi səhih isnadla rəvayət etmişdir. Əziz müsəlmanlar, bizim üzərimizə düşən də Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədislərini eşitmək, öyrənmək, əzbərləmək və başqa insanlara gözəl şəkildə yaymaqdır.